Siz də mənə dəstək verin. Az çox başlıq hazırdır. Bacım məni aldatdı. Kavalar 1500. Wow, zürdal getiriyor. Az. Üzümə cavab etdiyilə. Nizami usta qaş alır. Xəstə deyəcəksən başa xəstədə. Konuşun tözəsini alır. Sənə niyə pozdurum? Kapatıcı çəkəndən sonra yadıma düşdü ki, qoy video çəkeyim. Kapatıcı və qaş geli. Bu nədir? Instagramda həm viral olan, həm də müzakirələrə səbəb olan o qaş geli. Möhtəşəm qaş geli ilə qaşlarımı sabitlədim. Sonra kapatıcı çəkdim və pudramı vurdum. Nə qaldı ki? Heç nə qalmadı eləmək. Liner çəkməliyəm. Mənim linerim burada. İstəyirsən liner verim mi? Nə linerdir ki, təklif edirsən? Təriflədim, həmin liner yoxdur. Görək. Bacışka da buradadır. Gəl göstər də özü. Gəl əvvəlini göstər, sonravi göstərərik sana. Mən əvvəlimi gör. Onsuz da 100 milyon dəfə Burada əvvəlimi bacım görmüş. YouTube çəkir. Baxın göstərim. Hello. Nədir bu? Sky High. Maybelline deyəsən. Amma patriarkadır da. Hə. 1 manat neçə qəpiklik. Hə, nə deyirlər ona? 28 şeydən almışsan. Felisa'dan almışım. Felisa'dan. Nətər düşdüm bunu? Boşu bırax. Əla düşüm. Şey getdik indi. Hə, indi Skyline-la hazırlaşırıq. çəkməyə. Gedirik. O birisi bacım kimi. Zümrüt bugün bacı gəzir. Canlı açıb Zümrüt bu arada. Nibar da buradaydı, axı bacım gildəydi. O Nibar da buradaydı deyə gəldim. Nibar? Daha nasıl Nibar demiş? Bir dəqiqə. 1 minute. 1 minute. 45 diyor. Bakayım. Tez bax. Neyse, bu nəmləndiricini mən almışdım kızlar, amma o qədər qəşəng nəmləndirdi ki, çox bəyəndim. Sən olanları eşitmisən? Nə? Deyir şeylərin qutularının adı, tarixlərini dəyişdirib köhnə malları satırlar. Yox, eşitməmişəm. Deyənəm Mən eşitmişəm. Bir dənə qız deməli McDonald's oturanda deyir arxamda oranın işçisi oturmuşdu. Proqram. Bəlim. O bir gördüm ya, onu kimsə storydə deyirdi. Bilmədim. Bəs axı bunlar özləri gedirlər, seçirlər, İtaliyadan zaten gətirirlər malları. Götürürlər, tarix qutaranda əldən vermək istəmirlər də. Görə heç bilmirdim onu. Bu da hansı mağazin olduğumu bip eləyəcəm sonra. Hə, eləyərsən. İşdi də birdən hansısa yuxarıların qabağına çıxar. Hə, bu canlar elədir ki, burada fərqi yoxdur. Nibar. Xoş eləm, stol tərpətmə. Aa, bu krem qəşəng kremdir. Özü bu nədir? Çay ağacı. Apipixa. Çay ağacı da. Çay ağacı da. Yo. Çay tikanı. Çay tikanı. Niasinamid də var. Çox bəyənirəm. Yəni vururum, səhərə qədər özüm qəşənglə qalır. Sonra. Bu ucu nə pis də. Pisdir. Ola bilər ya, onun Ucunu yamultmusan. Nə bilim, çıxarda bəlkə. az uşaqlar onu nə bir günə qoyub, elə gəlir. Niyaməddin yox. Az, bu sözü hər dəfə mən deyə bilmirəm. Niasinamid. Düz dedin də bayaq bu arada. Nə yazım, Niyaməddin də var. Niyaməddin. Nibarı burada məktəbə, oradan da. Bir də bu, deməli, nədir bu? Karet. Qaralığı qəşəngdir, qapqaradır. Hə. Qalmağı qəşəngdir, çox qəşəng qalır. İndi qalmağını da yoxlayarıq. 1 manatlıq lineləri necə Yəni qalır? mən 1 manat, 2 manat, yo 2 manat 50 qəpik sətdim. Bu kandırıldık arkadaşlar. 2 manat 50 Bizim qəpik. bacısı tərəfindən yəni aldadılar mı? Yazacağım, bacım məni aldatdı. Az çox başlıq hazırdır, bacım məni aldatdı. Hə, bu korrektor da çox ucuz qiymətədir, amma çox qəşəngdir. Təkrar alıram yəni onu. Hansı firmadır? Diana Monge. Bacımın təriflədiyi zat. Day orada video çəkəcəyik deyə tanaylı vururam. Yoxsa belə vurmazdım. Bugünkü məqsədimiz əslində tamam başqa bir şeydi. Dedim qoy belə vlog kimi də çəkim də. Tanaylı deyirəm, pudranı götür. Kavalar 1500. Nədir?
Tana. İsmi neydi Tana? Wow, Zürdal gittiğimiz panelini tapdı. Ay kim telefon ikisi de bu doldu ya. Nətər video call yığın? Nerminədir? Ha, Az imkan ver telefonlarımız dincəlsin. Buradasan, oradasan. Nə fərq var? Eyni şeydir. Sən mənəm. Yazır da, yazmaq çətindir ona, panimayı. Eybi yox da, qoy olsun. Əsas odur canlı aktiv qalsın. Şu, linerimiz hazır inşallah. Bacım YouTube çəkir, burada yeni gələnlər oldu və göstərək. Hello. 2 dənə mən, ay Allah, mənim bir dənə mən dözə bilmirlər. Gör 2 dənə olsam niyə Sən yəni? YouTube kanalı nətər idi? Aykay, Aynus. Aynus vlog. Apostrof S vlog. Bir dənə qız götürüb mənə işarələmişdi. Yadındadır, Hindistanlı qız. Səni işarələmişdi. Çəkib göndərmişdim sənə. Mən də sənə yazıram, hər dəfə o Hindistanlı çıxır. Deməli bir dənə Hindistanlı var. Onun da adı Aynus vlogdur. Götürüb məni işarələmək istəyib, həmən dostunu yəqin ki, götürüb məni işarələyib. Mənə bildirib gəldi ki, sənə işarələdilər də harasa. Qorxuram ki, Hindistanlı qız nəsə iş görür orada, neyini. Bu Hindistanlılar qaça bilmir. Qaça bilmirəm. Ay, biz Dubaya getdik. Dubayda. Hamı Hindistan. Hara gedirik Hindistanlılara həyatəsən düşür. Təsəvvür elə Abu Dhabidə şeyə durmuşuq da, orada atraksiyon var idi. Ora sıraya durmuşuq. Qabağımız da arxamızdan ancaq Hindistanlı idi. Sonra axırıncı gündə Dubayda zavtrak eləyib çıxacağıq da. Həm o vaxta qədər neçə gün qaldıq da, 4 gün falan qalmışdıq orada. Bir dənə də adam yox idi də şeydə zavtrakda. Bir nəfər var idi, amma ki bilirdin ki başqa millətdə də xarici Hindistan deyil. Həmin gün o qədər Hindistanlılar tökülüşdülər ki ora. Hətta videoda çəkmişəm. Dəhşət bir dənə ha-ha-hi ilə danışırdılar ki. Videonu niyə paylaşmadın bəs video? Nə bilim. Yox, şey üçün çəkmişəm, YouTube vlogu üçün çəkmişəm onu. Onu vaxt paylaşırsan inşallah. İnşallah gələn bu vaxtlarda mən onu paylaşırım. İnşallah bir vaxtlar qocalanda. Daha düzəltdim. Deməli keçən dəfə birini görmüşəm. Hindistanda yaşayan Azərbaycanlı. Göstərir ki, Necə bacarıb onu? TikTokda gördüm özdə. Ne qədər adam ona yazmışdı ki, nə gəzirsiniz orada, nə inirsiniz orada. Hindistana getmək onun qəlbə gəlir, amma gedənlər var da. Bacarırlar da orada yaşamaq. Deməli, Niyə bu mən sumkam oradan... Orada axı inəklər müqəddəsdir. Yox, sumkamın içindən karandaş var. Bir də pomada var, onu gətirə bilərsən mənə. Asmışam ora. İndi bu budistlər onun sumkamın içindən karandaş, bir də pomada. Həmin o Hindistanda yaşayan Azərbaycanlı da videonu deyirəm də qızlar. Videoda göstərirdi ki, yemək bişirib, qalan əlində qalıqlar qaldı. Sumkanın içinə çatır əlində. Onları götürdü evdən, əlində bir padnos belə zibil. Götürdü, çıxdı çölə. Getdi, bir xeyli yol getdi. Bir xeyli yol getdi, sonra küçənin elə bir ki, Səkidir. Səkidə belə o rayonlarda olur, mallar su içən yerlər zətlər olur. Onun kimi yeri idi. Daş götürən kimi düşdü, elə bir ki, Aferin, bildi ki, nəydi onu götürəcəmi? Deməli, sən saçımı yığacam da. Həmin o qida qalıntılarını tökdü həmin o yerə. Onun üçün doğru. Elə evdəki bütün qida qalıntılarını aparırlar, tökülür. Zibilə atmırlar. Ay, işte çok güzel pomada var. Çox sağ ol həyatım. Pomadamı itirmişəm, bilirsən. Pomadamı itirməyi bacaran yeganə insan ola bilərəm hər halda, durduq yerdən. Sumkamdan özü düşübdür. Çöldə vardı. Yeganə insan deyilsən, canım mənim. Gürcüstanda mən dilə itirmişəm. Hazırlaşmışam Gürcüstanda. Bu apreldə gitmişdik də ora. Özün ərinə görüşürdük, harasa gedirdik. Qəşəng çəkdim, videoda bunu çəkdim. Hər şey elədim. Bu da uzun idi. Mən də qoyduğum sumka biraz belə dar idi. Sən vermişəm sumkamı. Ona sığdıram, hə. Bu indi hələ bu taçit eləmişsən, bunu şey olub, qısalıb. O təzə idi də, təzə almışdım. Heç bir dəfə yontmamışdım, bəlkə də onu. Yox, mən 3-4 dəfə yontmuşam. Güclə yerləşdirdim. Dedim əşi yerləşdirim. Birdən pomadam pozulsa, o birisi balacadır da atmışdım sumkama, o yerləşirdi. Qıraqlarını kontrollayaram da. Nəsə həmin vaxtlar kontrollamağa girişmişdim. Həvəslənmişdim.
O da bir de gördüm ki yoktu. Sumkamı indi nə Vivian vaxt Sabo. harda itirmişəm. Mən də gəzdiyim yerdə deməli dodağım çox qurumuşdu. Dedim qoy qlosu çəkim. Yanında balım yox idi. Korrektoru oteldə itirib nədə. Deyir artırıyorum. Mən isə oteldə otaqda korrektor itirmişəm. Təzə idi özdə. Otaqda nətər itirmişsən? Hə, az nəysə ki, götürmüşdüm özümdən. Yolda şey eləyirdim ki, çox qurumuşdu da dodağım. O şaxta olan günlərdə. Hə. Çəkdim, qoydum sumkama. Girdim metroya. Yox, metrodan çıxandan sonra. Sumka nə oldu, necə oldu, harada açdı, ağzı, bilmirəm. Bir də gördüm ki, yoxdur. Qlos Peki de getdi. onun qıraqlarından çıxa Bu bilər. da Nə bilim. hayla. Keçən dəfə sənin YouTube-unda baxıram ki, sənin burnuna ilişirlər. O şeyə saç kəsmə videonun şeylərini oxuyurdu. Şərhlərini. Az mən o videonun şərhlərinə biri baxım, var nə ya. qədər gülürəm də, yəni. Biri var ya, imunla ilişib. Nəsə yazdım, sən də yazmısan, başın üçün deyil. Hə. Yazdım sana. Orada biri götürüb yazıb ki, saçını kəsəcəyi burnumu kəsərdi. Hə. O da ona cavab yazıb ki, o kəssə də xeyri yoxdur onsuz da. İşte xarab. 2 nəfər xəstədir deyə mən də xəstə olmayacağam ki. Baxıram, mən də gülürəm. Artıq elə olmaq lazımdır, elə mənasız şərhlərə. Çünki o elə deməklə mən elə olmuram onsuz da. Yəni mən hamı üçün gözəl ola bilmərəm. Hər kəsin gözəllik algısı da fərqlidir. Yo, adı başqa idi. Nə yazdı? Az İşıq atsaydı mənim üzümə qəşəng düşərdi. Amma sən elə yerdə tutmuşsan deyərəm. hə. Pis düşür. Şey eləyək də sənin üçün də burada bir dənə işıq yaradar. Nə təyirdi? Ayda, az bu nə oldu? Vay. Şampulyenlə. Az sən barzın görsən. Bir də o şey. Ay da orada Yazıb pomada şey var idi. Bu pomadadan axır vaxtlar çox xoşum gəlir. Çox bəyənir, hə. Bu hələ içini paşa çıxardıb atmışdı. Mən güclə taxmışam yerinə. Zərrə olandır da o. Elə qəşəng qalır ki, və ortaya çəkirəm belə. Sonra yayıram. Yandırır özdə bu. Yandırır. Hə. Bir mənə göstərim söhbət pomadadan gedir qızlar. Arifliyim. O vaxt arifliyimdir işte. Bu kadar Osman şey yayına. almışam ki hamıya da vermişəm. İndi bu rənginə belə baxmayın. Çünki tanani falan olur deyə rəngi belədir. Amma o qədər qəşəng qaşlar yandı ki bu. Sən o tananini vurmamaq ki, elə səndə əslində. Hər dəfə yaddan çıxır. Hər dəfə yadımdan çıxır. Məndə də arada yadımdan çıxır şeyi vurandan sonra. Konsileri vurandan sonra vururam. Belə vurdum. Всё. Qaşlarım olur taxta kimi tərpənmirlər. Məndəki də elədir. Heç tərpənmirlər. Burada orada Bir dənə şey mənim qulaq buradakı- asır, ilahi. Buralar biraz keçərdi. Necədir dodaqların? Qaşıma görə Nizamiyə getməliyim. Deyirəm əl biraz az. Qəşəng. Görsən ki, şey olur. Özümə Az əlimə batıb liner silinmir. Əlimə liner batıb silirəm, silinmir. Hə, elədim. Amma düzdür biraz. O dödə var. Dərimi soydum da. Gözümün üstünə belə biraz ver. Qutarın, öz saçımı qutarın, keçirəm sənə. Ben axı her şeyi kurtarmışım. Sumkalı şeylərini yığ qutar. Liner çəkdiyim müddətdə özümə cavab etdiyilər. Ağzıma da dur. Ağzıma cavab etdiyilər. Güney. Az yox, Ustavın adı Nizamiyə getməliyəm deyirəm. Yazım Ustavın adı Nizamiyə. Hayda. Təzə yedir Nizami usta qaş alır. Nizami mola gedirəm. Qəşəng şeir, Sədaları altında. şeir, fonda şeir gedir. Xoş gedin özümə baxım görüm saçım nətər görür. Bir dənə Siz də mənə dəstək verin. Bəli, məncə də. Saçımı Ayşe yandırmayın Varsına boşu подписка boşuna. eləyirlər. İşte
Patpiska eləyin. Bizim evdə hər dildə danışır, ingiliscə danışır. Az qalıb da Çin dilinə keçirik. Nibaronda da Çin dilində də danışır. Nibardan olsun, Çin dilini öyrənir. Neyse ki, mən belə də gözələm arkadaşlar. Bakın burası saçındadır. Tələsirik, Nibara aparmaq lazımdır məktəbə. Oradan sonra Hələlik yığım yemlərinə gildə açaram saçımı. Всё, getdik. Şimdi bizə lazım olan şeyləri almışıq, gedirik nərimlə gilir. Görək bunların axırını alırıq. 14 sentyabr. 14 sentyabr nə? uşaqları qoymuş. Hə, biz şey getmişdik. Zaftaraqa. Gidiyoruz. Göstərilən var, sizcə nə pişirir? Bax göstərmişəm də nə almışıq. Yox, zəncəfillə darçın. Darçın, şəkər pudrası. Sizcə Hadi bakalım. Yeni Hadi il bakalım. yaxınlaşır. Biz bunu paylaşana yeni gidiyoruz. yaxınlaşır. Ama o videomu bundan əvvəl paylaşdırmaq. Hansını? O pişirdiyimizi. Pişirdiyimizi. Hə. Hə. Döylə qapını, aç qapını, bir şey yap. Aç görək açılır. Zorlama. Nərminə. Yəni Bu ışığımız yandı. Oğlum xarab edir. Nərminə səsi möhtəşəm təbii. Səsmi yaşda. Bu da çəkin. YouTuber ailəsi olduğunu demədən göstər. Bu ne? Hamımızda var. Gözlüklərdə mən də açıyorum. Açmadı işte yok diye. Bak Yine canım buyur. Sən ev hədiyyəsi bunu gətirmiş. Allah razı olsun. Ben sizden. Ne qəşəng iyi gəlir. Sarımsaq iyi gəlir. Qəşəng sarımsaq iyi gəlir. Az üstündə ot bitib. Mənim üstündə ot bitib. Halçanın Alçan. üstündə ot Siz bitib. gelmemişsiniz ama buna bakırdım. Orada Buna hikayə mən danışır, baxmışam. nəsə. Ona baxan yox, ancaq qalacaq var. Bu da Yox, deyir ki, yox, sen hikaye deyir, danışma. sen deyir bu xalçanı deyir doğurdu. Yardın, yoksa təzəsini alardın, konuşun təzəsini alardın. Tutaq ki, çöldə bayırda qalıb götürdün, atdın. İnşallah gedirik indi möhtəşəm videomuzu çəkməyə. Qaranlıqdır, çox qaranlıqdır. Otaq yanır da, yaxşı. Qadaqandır. Qıdaqan deyil. Jingle bell, jingle bell, jingle all the way. Oh, what fun it is to ride in one horse open sleigh. Hey, jingle bell. Her yer jingle jingle'dır burada. Ne? Yerlərdə təzə toyuq nə bilim. Ona bax, sən o mesajına bax, Araz. Endirimlər 1 yanvar. Bir də mesaj gəlir üzümü sevincə o ki, kimsə xatırlayıb Giləzi məni. təzə toyuq 3.99. Zateginə baxan yarı. 1 litr 3.59. Araz reklamları. Girək əlimizi yuyaq. Hara gediriksə mütləq birinci nə etməliyik? Əlimizi yumalıyıq. Bəli, bəli. Reklamımız burada O ola bilər. bilərdi, amma olmadı. Çox bəli. Hələ əyilib əlilən görmüşdüm. Məni görəşdik deyə əyilmişəm. Biz artıq mərhaba götürürsük deyə. O bir mahnı var ya. Hələ, hələ. Hələ. Bu səsə yaraş. Şeydə var, deyəməkdəkən. Mən çəkmişəm uje. Jingle bell oxuyurdum. Getdik kuxnaya. Kuxnaya. Deməli, mən gedirəm. Sən az. Mən təzə gəlmişdim, nərinə mənə göndərdim. Belə Çox qəşəng qoyarım. görünür bir şey. Arkada o. Durduranda baxarsan. Gedirəm mən un almağa. Pişirməyə gəlmişik, un yoxdur. Bəzənərdim də. Biz gördük Tamam, bəzən. tamam, baxmışdıq, bəzənmişdik. Bəyənərdin, mən xəstəyəm. Nə olsun, Sən nə çəkmiş? xəstə deyilsən, sən başa Çəkmiş xəstəsən. xəstəliyə baxmışsan, belə Git. sənə influencer olmur. Elə ona görə influencer. Neden influencer olmuyorum? İşte mən getdim, bay bay. Deməli, mən bacımın evdə var dediyi hər şeyi aldım, gəldim. Çünki evdə yox idi əslində. Eşək var. Nədir? O yoxdu dedi. Gələndən sonra dedi, un lazımdı. Mən də aldım, gəldim. Bu
kadrların hamısına kanalımda olan Gingerbread videomdan baxa bilərsiniz. Əslində çox maraqlı video alınıb. Təəssüf ki, izləməsi çox az olub, amma niyə bilmirəm. Mən o videonu düzəldəndə də nə qədər gülmüşəm. Paylaşandan sonra baxanda da. Elektrik işi də belə qayarsın. Elə də belə elə. Vur mənə, vur mənə. Yox, orada gəl. Niyə orada? Zəhmətə də gəl. Oradan skrin eləyəcək. Nəyin cəsə? Şəkildə ekrana. Sən mən vuran yeri. Mən deyim. Sən ona inəsən. Belə. İkimiz də qorxaq, o ikimiz də vururuq. Mütləq ki, özümü döydürəcəm də, yəni. Burada gülürük, eləyirik, amma ki, bir zamanlar bu bizim gerçəkliyimiz idi. Uşaq vaxtı Nəriminə məni nə qədər döyürdü. Aç. Roman havası aç. Mamam Nəriminəni döyürdü, Nərimin zəhirsini məndən çıxırdı. Zümrüd də qıraqda oturub bizə baxırdı. Çünki araya qarışsa bir kişilə ona da deyəcəkdi, yəqin ki, belə düşünürəm. Hələ idmana gedəndən sonra vəbşə güləşirdik də, yəni evdə ikimiz. Heç tatamidə o qədər güləşmirdik, nə qədər evdə. Xəmiri yoğurdu, elədi, hindlərini yığışdırır. Yığışdır da, niyə yığışdırmırsan? Mən də mahnı açıram. Dava yapışdı. Kölə yerine koy. Gəlmişəm o evdə. Çalış kölə. Çox şükür ki, böyüdük. Davalarımız da biraz daha böyüdü. Nəysə ki, hərə öz yuvasını qurandan sonra bir-birimizin qədrini daha çox bilməyə başladıq. Eyni evdə olanda, yəni daha mehriban ola bilərdik məsəl üçün. O qədər qırırdıq bir-birimizi. Eyni evdə olduğumuz vaxtlara qayıtmaq istəyərəm, amma məktəbə getməmək şərti ilə. Məktəb mənim çox böyük travmamdır. No. Deyirdilər müəllimlər ki, məktəb üçün darıxacaqsınız, necə? Heç darıxan var məktəb üçün həqiqətən. Mən heç darıxmıram da, yəni məktəbin bitməyini dörd gözlə gözləyirdim. Bəlkə də 1-ci sinifdən bəri mən məktəbin bitməyini gözləmişəm 11 il. Yəni yanlış anlaşılmasın, oxumağı mən çox sevirdim. Oxumaqla heç bir problemim yox idi. Dərslərimi də oxuyurdum. Amma ki, o qədər haqsızlıqlar görürdüm. Yəni heç sevmirəm məktəbi ona görə. Haqsızlıq da bir tərəfdən, bullying də bir tərəfdən. İlahi, uşaqlar çox acımasızdılar. Çox acımasızdılar. Yəni övladlarınızı böyüdəndə də xahiş edirəm. Kimsə xarici görünüşünə, maddi imkanlarına görə dəyər verməkdənsə xasiyyətinə, xarakterinə, özünü aparmağına, davranışına görə dəyər verməyi öyrədim. Mən də bunun üçün çalışacağam. Ümid edirəm ki, mən də bunu bacararam. Bu Nərminənin məşhur mahnısını qoyuruq. Mən bir dənə Ben ilk defa gitmem. Yox, sən bir dənə şeydə mənim vlogumda, Şəkərbura vlogumda oynayıram. Onu harda sen? Da. Mahnının səsini özüm kəsdim ki, telif yeməyək burada boş-boşuna. Hər kəsin bir zaafı vardı. Nərinində də bu roman havalarıdır. Heç cür əl çəkə bilmir, yəni heç cür. Burada Zümrüd soruşmuşdu ki, arxa kamerayla necə çəkirsən? Mən də onu göstərmişdim. Bu qədər güzgü var liftdə, oradan özünü çəkmək yerinə o da belə bir yolu seçdi. Nə isə. Qaçırıq uşaqları götürməyə. Nə dər qaçırıq özdə. Belə kameradan qaçmağını görürəm. Hə, onu planlayırıq bayaqdandan ki, birinci paşanı götürək, yoxsa birinci əkizləri götürək. Bu motosiklet imkan vermədi. Hələ Zümrüdə şey göstərəcəkdim. Belə kamera arxasından nə çəkib, dayan onu da göstərəcəm. Gəl. Yox, keçdik. Biz niyə bu tərəfə gəldik? Biz tələsən vaxtı niyə bu qədər hərəkətlər eləyirik? Kaç. 6 ildir bu insan elmlərdə oxuyur. Biz 2 saatda elmlər metr uzaqlarıq. 6 yəni 4 ildə yox, 6 il. Mən səhv sot götürmədim. Sən bizi o tarafa apardın birinci. Mən aparmadım. Mən götürmədim. Sen gedin. Böyle götürmedik. Deli kimi götürürüm. Beni götürmedim. Şəhər adına ömrümdə bir cəhəl keçirəm buralarda. Yoruldum, qaçırıq. 2 saatda ora qaçırıq, bura qaçırıq. Ora qaçırıq, bura qaçırıq. Görək, axırı tapacağıq inşallah. Zümrüdün dediyinə görə çaldırıq metroya. Artık günümüzdeki Hristiyanlık psikolojisi. Biz geldik eve. Başıma uzadıma bak. Ay. Gittik magazine. Magazine gittik. Bir şey aldık. Ve geldik. Çatdıq indi. Görək əkizlər gələndən yeyirəm. Yemək pişirməliyəm. Gedək yemək pişirməyə. Bugünkü gün bitmir.
Əkizlər gələnə qədər mən yemək bişirdim. Toyuqla kartoşka qızartmışdım. Səhv yadımda qalmayıbsa deyəsən harasa gedirdi Zümrüdgil. Ona görə əkizləri bizə qoymuşdular. Bu günümüz də belə bitdi. Videomu axıra qədər izlədiyiniz üçün çox sağ olun. Videolarımı bəyənirsinizsə, davamının gəlməyini istəyirsinizsə, like etməyi, abunə olmağı və şərh yazmağı unutmayın. Bu yolda irəliləmək üçün sizin dəstəyiniz çox önəmlidir mənim üçün. Hələlik növbəti videolara dək. Sağ olun.